Kişilər sözlə birlikdə əməl də istəyirlər. Yalnız sevdiyinizi demək kifayət deyil. Onlar sevildiklərini qadının əməlində görmək istəyir. Onlar qətiyyən müqayisə edilməyi xoşlamır, hətta nifrət edirlər. Ümumiyyətlə heç kimi heç kimlə müqayisə etmək doğru deyil. Qadını, kişini, hətta uşaqları belə. Kişilər problemi həll etməyə yönəlirlər, hissləri analiz etməyə yox. Qadın duyğularını paylaşanda kişi bəzən dərhal həll yolu axtarır. Qadın bunu məni dinləmir kimi başa düşür, amma kişi səni rahatlatmaq üçün həll təklif edir. Tərif və təşəkkür kişiləri motivasiya edir. Kiçik bir "sən olmasaydın bu alınmazdı" cümləsi kişini hətta böyük işlərə ilhamlandıra bilər. Kişilər bacarıqlı və ehtiyac duyulan hiss etdikdə özlərini dəyərli sayırlar. Qadın ona inananda, dəstək verəndə kişi həm məsuliyyətli, həm də sevgi dolu olur. Onlar bəzən susaraq sevgi göstərirlər. Hər kişi duyğularını sözlə ifadə edə bilmir. Onların sevgi forması qayğı göstərmək, problem həll etmək, ailəni maddi-mənəvi təmin etməkdir. Kişilər tənqidi, xüsusilə başqalarının yanında çox ağır qəbul edirlər. Qadın sadəcə düzəliş edirəm deyə düşünür, amma kişi bunu kiçildilmək kimi hiss edir. Kişilər sadə və açıq mesajları daha yaxşı anlayırlar. Dolayı, imalı və ya emosional mesajları sevmirlər və anlamırlar. Nə istədiyimizi açıq və sakit demək çox şeyi həll edir. Qarşılıqlı anlayış gözəl ailə deməkdir. Kişilər bunu dinləməlidir adlı videoya da baxmağı unutmayın.